Hə, deməli müəllimlər, başlayaq yenidə, təlimdə differensial yanaşma. Differensial yanaşma, yəni eyni sinifdə, eyni təlim mühitində, yəni belə deyək də, müxtəlif, belə deyək, öyrənmə tərzinə malik olan, qavramasına, malik olan, intellektə, təlim nailiyyətinə, malik olan uşaqların, belə deyək, a, malik uşaqların, yəni həmin uşaqların, görək bu nədir? Hə, həmin uşaqların belə deyək ki, emm mən bunu istifadə edeyim daha yaxşısı. Hə, müxtəlif belə deyək ki, yəni öyrənmə. Mən qələmimi dəyişim daha yaxşısı. Hə, belə qeyd eləyək ki, intellektinə, təlim nailiyyətinə, qavrayışına və sairə digər xüsusiyyətinə malik olan uşaqlara hər birinə bərabər imkanlar yaradılması. Biz əvvəl, pedaqoji prosesin tələbləri mövzusunda təlimdə bərabər imkanlar keçirdik. Təlimdə bərabər imkanlar bərabər deyirdik ki, differensial təlim. Differensial təlimə görə, yəni təhsil infrastrukturunda bütün uşaqlara eyni təlim şəraiti yaratmaqdır. Baxın, məsələn, deyək ki, sinifdə 10 dənə kompüter var, 10 nəfər də uşaq var və bu 10 nəfər uşaqdan, tutalım ki, ikisi, zəif oxuyur, dərsi yaxşı oxumur. Ümumiyyətcə müəllimin guya ki, onlara qarşı heç bir ümidi olmadığına görə onları kompüter arxasına əyləşdirmir. Burada müəllim artıq differensiallığı, təlimdə bərabər imkanların yaradılmasını pozur. O kompüterlər o məktəbə uşaqlardan ötəri gəlib də, elə deyilmi? Və buna görə də müəllim onun, belə deyək ki, müəllim artıq, şagirdlərə artıq o hər kəsin ondan istifadəni təmin etməlidir. 2 nəfəri kənara qoyursa, onsuz da onun qavrayışı yoxdur, onun, başı boşdur, o dərsdə, tədrisdə bundan sonra heç nə eləyəsi deyil, onun gələcəyi yoxdur. Belə-belə düşüncələrə qapıldıqda istər-istəməz, uşaqları təlimdə, yəni infrastruktur, daxilində olan imkanlardan kənarda qoymuş oluruq. Bu uşaqların elə bil ki, indi inşallah gələcəkdə behaviyorizm nəzəriyyəsini keçəcək. Uşaqları o deyirlər fəaliyyətindən çıxma. Biz bunu bir növ, yəni eyni təhsil şəraitindədir. Məsələn, informatika müəllimi uşağı cəzalandırmaq ayrı, uşağın mənfi davranışına görə etmək ayrı, amma qavrayışına görə fərq qoyanda artıq burada differensiallıq pozulmuş olur dəyərli müəllimlər. Yəni, yəni differensial təlim nədir? Müxtəlif öyrənmə xüsusiyyətlərinə və tələblərinə görə fərqlənən qrupların, yəni sinifdə, qrup nədir? Sinifdə A sinfi, B sinfi, yəni qrupların olduğu mühitdə tətbiq olunur. Yəni bunlar da kimlərdir? Heterogen siniflərdir. Heterogen siniflərdə qavrayışına görə güclü uşaqlar da olur, qavrayışına görə orta səviyyəli uşaqlar da olur və zəif olanlar da olur. Bütün bunların hamısını eyni olduğu mühitdə və hər birinə eyni təlim şəraiti yaratmaq artıq burada olacaq differensial təlim olacaq müəllimlər. Deməli, differensial təlimin özünü, necə həyata keçirmək olar dəyərli müəllimlər? Deməli, differensial təlimin özünü necə həyata keçirmək olar? Deməli, bunu açıq göstərək. Differensial təlim özü müəllimlər burada qeyd olunduğu kimi əvvəlki bilik və bacarıqların belə deyək ki, şagirdin əvvəlki bilik və bacarıqlarının qiymətləndirilməsində və fərdi şəkildə məqsədlərinin müəyyən edilməsindən başlayır. Yəni differensial təlim bu o deməkdir ki, müəllim burada uşaqların hər birinə fərdi yanaşmalıdır. Onların həm əvvəlki bilik və bacarıqlarını qiymətləndirmək, onların həm də təlim məqsədlərini müəyyən etməlidir. Differensial təlimi reallaşdırmanın özünün müxtəlif üsulları var. Bunlar hansılardır? Birinci şagirdlərin marağı nəzərə alınmalıdır. Görürsüz, müəllimin fasilitasiya bacarığında da şagirdlərin marağı nəzərə alınmalıdır. Şagirdlərin maraqları nədir? Onlar hansı mövzulara daha çox meyl göstərirlər? Mövzuları öyrənən zaman onların əsas, tələbatı nədir? Təhsil tələbatı nədir? Bunlar öz əksini tapmalıdır. Sonra hazırlıq səviyyəsi. Məsələn, şagirdlər nəyi öyrəniblər və onlar nəyi öyrənməlidirlər? Nəyi öyrəniblər hal-hazırda hazırlıq səviyyəsi, nəyi öyrənməlidirlər ki, onlar inkişaf etsinlər? Bu da onların yenə də gələcəkdə qarşısına çıxacaq problemləri həll etməsi üçün istifadə olunan bir yöntəmdir və bu da onların yenə də hazırlıq səviyyəsi. Hazırlıq səviyyəsi nədir? Şagirdlərin indiki halda olan hazırki bilik, bacarıq, vərdiş səviyyəsidir və müəllim də eyni zamanda differensial təlim də şagirddə bu istiqamətdə inkişafı dəstəkləyir. Daha sonra öyrənmə tərzləri. Uşaqların müxtəlif öyrənmə tərzləri var müəllimlər. Biri ola bilər ki, dinləyərək daha yaxşı öyrənir. Hətta uşaq var ki, deyir ki, anam dərsi oxusun, mən dinləyim. O dinləyərək daha yaxşı öyrənir. Biri görərək daha yaxşı öyrənir. Məsələn, biri tutalım ki, xəritə ilə daha yaxşı. Deməli, onda görsəlliyi daha yaxşıdır. Kompasla işləyir, qrafiklə işləyir, sxemlə, diaqramla işləyir. Bunda görmə var. Öyrənmə tərzləri müxtəlifdir. Biri var ki, oxuyub yazmağı daha çox sevir. Biri var ki, nəyisə toxunsun, düzəltsin. Məsələn, ona ancaq praktik iş verin. Elə mövzu verin, mövzunun mütləq praktikası olsun ki, orada nəsə düzəlsin və onu daha yaxşı qavraya bilsin. Siz təsəvvür edin ki, eyni qrup daxilində, məsələn, tutalım ki, uşaqlara mövzu verirsiniz, problem həlli verirsiniz və tapşırırsınız ki, filan dəqiqə ərzində bu mövzunu yekunlaşdırmalısınız. Deməli, burada qrupda həm oxuyub yazma qabiliyyəti sürətli olan və yaxşı inkişaf etmiş uşaq var, həm görmə, sxemlərdən, diaqramlardan, işarələrlə işləyə bilən uşaq var.
Həm burada nə isə düzəldib, məsələn, ortaya çıxarmağa qabiliyyətində olan uşaq var, eyni zamanda dinləmə qabiliyyəti olan uşaq var. Siz təsəvvür eləyin, baxın bu xüsusiyyətlər uşaqların üstün xüsusiyyətləridir. Bu üstün xüsusiyyətləri birləşdirəndə bilirsiniz necə bir sehr ortaya çıxır? Məsələn, sehr elə bil ki, sehirbazlar öz güclərini birləşdirirlər və dünyada böyük bir işıq yaranmağa başlayır. Bəli, bəli, uşaqlar özlərinin öz üstün xüsusiyyətlərini birləşdirməklə təlimdə daha uğurlu bir yerə varırlar. Və differensial yanaşmada uşaqların bax həmin fərqli uşaqların, yəni müxtəlif öyrənmə tərzlərinə malik olan uşaqların bir qrupda yığılmasıdır. Yəni buna da deyirlər heterogen siniflər. Heterogen siniflər nədir? Müxtəlif öyrənmə xüsusiyyətlərinə və tələblərinə görə fərqlənən qruplardır. Differensial təlim bir neçə komponentləri vardır. Müəllimlər 4 dənə komponentdir. Bunlar gəlin hansılardır? Birinci məzmun komponentidir. Məzmun komponenti şagirdə ötürülən informasiyadır. Yəni siz şagirdə ötürdüyünüz informasiyalar necə olmalıdır? Məsələn, tutalım ki, sinifdə bayaq dediyim kimi qavrayış səviyyəsi yüksək olan, orta səviyyədə olan və ən aşağı səviyyədə olan uşaqlar var. Məsələn, siz uşaqları əgər məlumatla təmin edirsinizsə, bu məlumatla təmin edən zaman siz ancaq bir uşaq qrupunu nəzərə almamalısınız. Onların hər birini nəzərə almalısınız. Bilməlisiniz ki, hansı uşağınız bu məlumatı oxuyub daha tez başa düşəcək, hansı digər məlumatı oxusa daha yaxşı başa düşəcək, hansı da digər məlumatı oxusa daha yaxşı başa düşəcək. Və eyni məlumatı siz müxtəlif formalarda uşaqlara yəni ötürə bilərsiniz və uşaqlar bunları oxuyaraq özləri artıq yəni müxtəlif mənbələr əsasında oxuyaraq eyni məlumatı müxtəlif yəni öyrənmə tərzlərinə əsasən təqdim etdikdə uşaqlar artıq məlumatı tam şəkildə qavrayırlar. İndi müəllimlər bir şey var. Biz təkcə burada uşaqlara yəni hazır oxunacaq məlumatı verməklə yanaşı eyni zamanda tapşırıqlar da verməliyik. Tapşırıq verən zaman da biz uşaqlara belə yanaşmalıyıq. Və məzmun komponentini yadınızda saxlayın. Məzmun komponenti zaman biz Bloom'un idrak taksonomiyasını diqqətli nəzərdən keçirməliyik. İstər tapşırıq hazırlayanda, istər məlumatları hazırlayıb uşaqlara ötürəndə Bloom'un idrak taksonomiyasını hər bir mərhələsinə əməl etməliyik. Bundan başqa burada qeyd olunur ki, tapşırıqlar çətinlik dərəcəsini müəyyənləşdirən meyarlardan biri də demək idrak sahəni müəyyənləşdirməkdir. Əgər biz idraki sahəyə görə baxın, birinci addım nədir? Baxın, tolerantlıq nədir? Nədir xatırlama mərhələsi? Sonra gəlir nə? Tolerantlığın növlərini onların mahiyyəti ilə uyğunlaşdırın. Bu nədir? Anlamaq mərhələsidir. Mən tolerantlığı oxudum, başa düşdüm, qavradım ki, ondan sonra yadımda saxladım, sonra onların növləri ilə mahiyyətini uyğunlaşdırıram. İndi əlimdə olan həm növünə, həm də mahiyyəti ilə, həm növlə, həm də növünə mahiyyətini uyğunlaşdırma. Yəni əlimdə olan iki deklarativ biliyi bir-birinə uyğunlaşdıram. Bu olur anlama mərhələsi. Sonra gəlir müəllimlər, mədəni tolerantlığı əks etdirən mətni rollu oyun şəklində nümayiş elətdirin. Mədəni tolerantlığı əks elətdirən. Mən hazır nədənsə istifadə edərək rollu oyundan istifadə edirəm. Yəni burada özümdən heç nə yaratmıram. Bu mənim öz yaradıcılığım deyil və şagirddən də xüsusi yaradıcılığı yox, şagirddən tətbiq tələb edir. Daha sonra verilmiş situasiyada diskriminasiyanı aradan qaldırmaq üçün həlli yolu kimi hansı istiqamətin tolerantlığın formalaşmasına daha uyğundur? Bax görürsüz, açar məqam nədir? Daha uyğundur, daha səmərəlidir, ən vacibdir. Belə deyək ki, ən uyğundur. Baxın, bunlar hamısı nədir? Təhlil etmə mərhələsinə aid olan açar məqamlardır. Görürsüz, taksonomiyanın təhlil etmə mərhələsinə aid olduğu tapşırıqlar. Bax görürsüz, biz tapşırığı hazırlayanda bunlara diqqət etməliyik. Həm qavrayışı güclü olan uşaqlar üçün bunu hazırlayanda diqqətli olmalıyıq. Həm orta səviyyədə, həm də ən aşağı səviyyədə olan uşaqlar üçün eyni bax taksonomiyanı hər biri üçün tapşırıq hazırlayanda taksonomiyalı mərhələlərini gözdən keçirtməliyik. Sonra sinif yoldaşları arasında, buna baxaq, şəxslər arası konfliktlərin aradan qaldırılmasına bir-birinə qarşı tolerant olma və nə dərəcədə vacibdir. Biz artıq uşaqların fikrini, mövqeyini burada soruşuruq. Uşağın mövqeyini soruşuruq. Sonra deyir ki, yoldaşların arasında yaranan mübahisəni aradan götürmək üçün yeni plan hazırla. Bu da hansı mərhələ oldu müəllimlər? Yaratmaq mərhələsi. Deməli, dəyərli müəllimlər, davam edirik. Proses dərsin şagirdlər üçün düzgün, demək proses, ikinci komponent müəllimlər prosesdir. Bu prosesdə müəllimlər dərsin şagirdlər üçün düzgün qurulmasına ehtiva edir. İndi bu nədir? Hər bir şagirdə özünə məxsus intellekti var. İndi biz şagirdlərə məlumatları və tapşırıqları Bloom'un idrak səviyyəsinə görə hazırladıq. Hazırlayandan sonra müəllimlər, indi biz şagirdlər üçün demək dərsin şagirdlər üçün düzgün qurulmasını təmin etməliyik. Bunun üçün nə etməliyik? Bilməliyik ki, hər bir şagirdə özünə məxsus intellekti və öyrənmə tərzləri var. Bunu nəzərə almalıyıq. Məsələn, differensial təlim özündə deyir ki, təlimə görə bütün şagirdlər eyni dərəcədə müəllimin köməyinə ehtiyac duymur. Ola bilər ki, qavrayışı güclü olan uşaqlara bir dənə deyən kimi deyir, Arifə bir baxış deyir, kifayət edir. Onlara bir dənə deyən kimi başa düşür. Amma elə uşaq var ki, dərs boyu bizdən kömək istəyirlər. Dərs boyu kömək istəyirlər. Bizdən istiqamət istəyirlər. Görürsüz, müxtəlif olur uşaqlar. Məsələn, mən 5-ci sinifdə bir uşağa dərs deyirəm, əvvəllər oxumağa elə marağı yoxdur, amma son dövrlər o qədər alovlu şəkildə oxumaq istəyir ki, və dərs boyu məndən kömək istəyir və mən bu köməyi
etməyi ona təbii ki, istiqamət formasında verməliyəm. Yəni prosesdə ona, yəni işin icra etməyə, həyata keçirməyə kömək etməliyəm. Yəni bax burada da göründüyü kimi, məsələn deyir ki, bəzi şagirdlər fərdi, bəzi cütlərlə, bəzi də qrupla işləməyi, demək belə deyək ki, seçə bilərlər. Yəni biz uşaqlara seçim imkanı verməliyik. Bəziləri isə müəllimlə fərdi şəkildə inkişaf etdiyi halda, bəziləri məzmunu qarşılıqlı şəkildə, yəni digərlərlə müzakirə etməklə öyrənirlər. Proses nədir? Prosesdə biz hansı iş formasından, hansı iş üsulundan istifadə edirik? Bu iş üsullarını, bu iş formalarını şagirdlərin intellektlərini və öyrənmə tərzlərini demək nəzərə almaqla həyata keçirdik. Müəllimlər, prosesin mahiyyəti bundan ibarətdir. Bax qarışdırmırıq. Deyir ki, burada indi gəlin nümunələrə baxaq. Oxu materiallarını vizual və sözlə öyrənməsinə uyğun seçmək. Görsəniz bu uşaqlar görsəlliyə əsaslı. Mən buna əsasən tapşırıq hazırlamışam. Və eşidərək öyrənənlərə mövzunun səsli versiyasını dinləmək imkanı yaratmaq. Görsüz buna əsasən eşidən uşaqlar üçün təşkil olunur. Kinestetik öyrənənlər, kinestetik həm hərəkətli öyrənirlər, həm də toxunmağı sevir o uşaqlar. Demək olar ki, öyrənənlərə tapşırıqları bitirmək üçün müxtəlif fəaliyyət imkanları vermək. Məsələn, fikir mübadiləsi üsulunu şagird indi müzakirə etməyi sevən uşaqlar üçün demək şagirdlər tərəfindən seçilməsini təmin etmək. Əgər məsələn uşaqlara hansı öyrənmə tərzlərinə uyğundursa, belə seçim imkanı verməyi təmin etməliyik. Sonra müəllimlər nəticə. Nəticə əldə etdiyi bilik və bacarıqlardır uşaqların. Bunları ümumiləşdirmək bacarığıdır. Uşaqlara biz imkan yaratmalıyıq ki, əldə etdiyi bilik və bacarıqları onlar ümumiləşdirə bilsinlər. Məzmun cəhətdən onlara verilən məlumatı, verilən tapşırıqları icra etsinlər və müəllim, differensialı müəllim təmin edir, uşaqlar təmin etmir. Yəni prosesdə bizim fəaliyyətimiz aiddir. Biz uşaqlara iş üsulu, iş forması, öyrənmə tərzlərini nəzərə alaraq elə bir təmin etməliyik ki, uşaqlar prosesdən zövq alaraq iştirak etməlidirlər. Sonra nəticə hissəsində şagirdlərin əldə etdiyi bilik və bacarıqlardır. Bunlar artıq yekunlaşdırılır. Burada qeyd olunur ki, nəticə şagirdin dərsin sonunda məzmunun mənimsədiyini göstəricisidir. Məsələn tutalım ki, şagirdlər mövzunu araşdırdılar, öyrəndilər və bunu təqdim etmədilər. Nə formada? Esse şəklində, layihə şəklində, hesabat şəklində, hansı şəkildə təqdim eləyirlərsə, yenə də bunu da uşaqların öhdəsinə atmaq lazımdır ki, yəni konkret bir üsul yox. Yəni buna başa salmaq lazımdır ki, uşaqlar bununla onu başa düşürlər ki, müəllimlər, bir məsələnin biri yox, bir neçə çıxış yolu var. Yəni başa düşürlər ki, mən hesabat formasında da fikrimi çatdıra bilərəm, layihə formasında da icra edə bilərəm, esse formasında da. Yəni nəticə şagirdlərin əldə etdikləri bilik və bacarıqların və gördüyü fəaliyyətlərin yekunu və nəticəsidir. Yekunu və nəticəsidir, dəyərli müəllimlər. Deməli, davam eləyək. Yekun və nəticə kimi nəzərdən keçirdik. Sonra müəllimlər, burada indi gəlir sonuncu mərhələ bizdə burada gəlir. Birinci mərhələ nə oldu? Məzmun, ikinci proses, üçüncü nəticə, dördüncü isə qiymətləndirmədir. Müəllimlər, qiymətləndirmə burada belə qeyd eləyək ki, formativ və summativ qiymətləndirmənin nəticəsinə uyğun olaraq sinifdə ümumi rəy vermək əvəzinə ümumi rəy verilmir. Şagirdlərlə əks əlaqə qurulur. Müəllimlər, şagirdlərlə əks əlaqə qurulur. Yəni biz şagirdlərə deyə bilmərik ki, sən bu gün yüksək nəticə göstərdin. Bu yox. Mən uşağa bunu deyə bilmərəm. Baxın, differensial təlimi təmin eləyən müəllimdir və qiymətləndirmə də mənim fəaliyyətimlə bağlıdır. Yəni sinifdə uşaqlara biz əks əlaqə verməliyik. Yəni çətinlik çəkdiyi mövzularla nəyin işləyəcəyi barədə konstruktiv rəy verməliyik. Biz elə bir rəy verməliyik ki, yəni uşağın təlim ehtiyacı baxımından. Bu gün tutalım ki, səhv etdiyi mövzunu biz uşağa elə bir gələcəyə yönəlik rəy verməliyik ki, konstruktiv rəy verməliyik ki, uşaq ehtiyac duysun ki, mən bunu inkişaf elətdirim. Daha kədərlənməsin ki, görəsən mən bunu niyə bilmirəm. Bax belə bir kədər effekti uşaqda yaratmamalıdır. Yəni gələcəyə yönəlik və eyni zamanda yüksək motivasiya oyatmalıdır. Bundan əlavə müəllimlər, bu qiymətləndirmə eyni zamanda uşaqlarda özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirməsi kimi bir demək olar ki, belə deyək də, yəni bunları formalaşdırır ki, bu da differensial təlimə xidmət edir. İndi diqqət edin müəllimlər, cədvəl formasına baxaq. Baxın, kitabdakı bu cədvəllərə hər zaman diqqət edin, bunları ötüb keçməyin. Məzmun. Məsələn, deyək ki, ənənəvidə olsaydı müəllim ədəbiyyat dərsində bütün şagirdləri eyni bir əsəri oxumağı tapşırır və onun ətrafında müzakirə aparmağı planlaşdırır. Yəni bir dənə əsərdir. Amma burada isə bir mövzu verir, bir mövzu ilə bağlı müxtəlif əsərləri oxumaq və onun əsasında müzakirə təşkil etməyi tapşırır. Artıq burada differensial təlimdə müəllim artıq nə etdi? Uşaqlara seçim imkanı verdi. Və seçim imkanı olduqda sanki uşaqların üzərinə məsuliyyət atır. Məsuliyyət atdıqda uşaq artıq görəndə ki, müəllim artıq onun marağını, meylini nəzərə alır və belə olduqda müəllimi daha çox sevməyə başlayacaq, dərsi daha çox sevməyə başlayacaq və özünə
özündə məsuliyyət hissi, yəni hiss etməyə başlayacaq. Daha sonra müəllimlər proses. Təsviri incəsənət dərsində deyir bütün şagirdlər fərdi şəkildə ardıcıllıqla aşağıdakı fəaliyyətləri yerinə yetirirlər, rəsm ideyasını müəyyənləşdirirlər, tənqidi yanaşmalar rəsmi çəkib portfolioya qoyurlar. Bilirsiniz, yəni bu proses eyni zamanda müəllimin şagirdin hansı ki problemin həlli zamanı görülən işlər də bura aiddir. Bura aid edilir, proses həyata keçirilir. Müəllimin keçirdiyi iş üsulu da, nə bilim, iş forması da biz bu prosesə aid edirik. Burada deyirsiniz, şagird sərbəst seçim imkanı verilir və tapşırıqlarla birlikdə və yaxud da fərdi, bəziləri isə sinif və yaxud da evdə icrasına icazə verilir. Ola bilər ki, uşaq fikrini daha geniş formada ifadə edə bilər və bu 40-45 dəqiqəni əhatə etməyə bilər və ona görə də evdə icrasına icazə verilə bilər. Sonra müəllimlər dil dərsində şagirdlər arqumentlər gətirməklə mühakimə xarakterli esse yazırlar. Bu zaman onlar müxtəlif mənbələrdən istifadə edə bilərlər. Nəticə, mühakimə xarakterli. Yəni uşaqlara seçim imkanı vermir burada. Amma burada nə deyir? Müxtəlif mənbələrdən istifadə etməklə, burada deyir dil dərsində şagirdlər arqumentlər gətirməklə mühakimə xarakterli esse yazırlar. Burada nə deyir? Şagirdlər müxtəlif mənbələrdən istifadə etməklə mühakimə xarakterli mətni istəklərinə uyğun olaraq esse yazırlar. Mühakimə. Burada nə deyir? Arqumentlər gətirərək mühakimə xarakterli esse yazırlar. Burada nə deyir? Burada qeyd edilir ki, müxtəlif mənbələrdən istifadə etməklə mühakimə xarakterli mətni istəklərinə uyğun şəkildə olaraq esse şəklində təqdim edirlər. Və şifahi təqdimat şəklində, qısa metrajlı, yəni esse şəklində də, şifahi təqdimat şəklində də, qısa metrajlı film şəklində də, eləsi ola bilər ki, slayd şəklində də təqdim edə bilər. Yəni təqdimat etmək bacarığı, yəni nəticəni təqdim etmək. Nəticə nə deməkdir? Nə isə təqdim etmək, yekunu ortaya qoymaq, ümumiləşdirməkdir də, belə deyək. Nəticə prosesin yekunudur, nəticəsidir. Və burada deyir ki, nəticəni şagird istədiyi kimi ortaya qoyur. Baxın müəllimlər, situasiyalarda o situasiya ki, uşağa seçim imkanı verirsə, o differensial təlimdir. Seçim imkanı vermirsə, o ənənəvi təlimdir. İndi gəlin qiymətləndirmə. Burada deyir ki, summativi verərkən cavablandırdıqları sualın sayına görə sadəcə uşaqlıq qiymətləndirilir. Burada isə o deyil. Burada bilirsiniz nə tələb olunur? Summativ qiymətləndirmədən sonra mövzunun çətinlik çəkdikləri, hansı mövzunu zəif qavradıqları haqqında əks əlaqə alırlar. Yəni müəllim tapşırıqları uşaqlara bir-bir əks əlaqə verir və əks əlaqə arasında gələcək fəaliyyətlərini müəyyənləşdirirlər. Bax, pedaqoji prosesin tələblərində inkişaf yönümlülük var idi, o idi. Uşaqlara müzakirə təşkil eləyir. Təşkil eləyir ki, ay uşaqlar, bax, siz bu filan yerdə səhvlər etmisiniz. Deməli, sizin filan xüsusiyyətlərinizi inkişaf elətdirməyə ehtiyacınız var, ha? Deməli, uşağa deyəndə ki, sən bunu səhv eləmisən, bu qədər səhv eləmisən deyəndə uşaqlar artıq sadəcə dərsi yerinə yetirmək, qiymət almaq xatirinə oxuyurlar. Amma deyəndə ki, sizin təlimdə buna ehtiyacınız var deyəndə uşaqlar artıq diqqəti ona yönəlir. Bir də müəllimlər, qeyd etmək istədiyim bir məqam var idi. Onu belə qeyd eləyək ki, müəllimlər bəzən uşaqlara 3-4 variantda summativ verirlər. Bu summativdə yenə də uşaqların belə deyək ki, qavrayış səviyyəsinə uyğun olaraq müxtəlif variantda təqdim olunur ki, uşaqlar, yəni bunun taksonomiyasına uyğun olaraq həmin tapşırıqları, yəni belə deyək ki, üzərində, yəni inkişaf eləyə bilsinlər də, belə deyək, cavablandıra bilsinlər, geri qalmasınlar heç kəsdən. Yəni hər kəsə eyni təlim fəaliyyəti yaradıldıqda nə deməkdir müəllimlər? Eyni təlim fəaliyyəti təşkil olunması o demək ki, uşaqlara bərabər yanaşırlar. Amma yenə də biz gəlin bu şəkilə diqqət eləyək. Bərabərlik dedikdə görürsüz, hər birinin ayağının altına eyninə qoyub, belə deyək, yeşik qoyublar da, belə deyək ki, nəsə qoyublar, daş qoyublar. Və uşaqlar üçün bu bərabər imkanlar yaradıb. Çünki təhsil infrastrukturu daxilində hər birinə eyni imkan yaradır. Amma məsələn inklüzivlikdə nədir? İnklüzivlikdə odur ki, uşaqlar hər biri iştirak eləyir. Amma burada geri qalan var axı müəllimlər inklüziv təlimdə. Deməli inklüziv təlimin də özünə çatışmayan tərəfləri ola bilər. Amma inklüziv təlimi də mükəmməl formaya gətirə bilər nə? Differensial təlim. Biz əgər inklüziv təlimlə differensial təlimi qarşılıqlı şəkildə həyata keçirsək və bu zaman təbii ki də, yəni nəticələrimiz yüksək olar. İndi gəlin siz ədalətliliyə baxın. Ədalətli nədir? Boy sırasıdır. Yəni bu uşaq da, bu ağ paltar geyinən uşaq da artıq prosesi müşahidə edə bilir. O boylanmır, əziyyət çəkmir və yaxud da ki, yanındakından soruşmaq məcburiyyətində qalmır. O da artıq sərbəst şəkildə görə bilir və burada ədalətli prinsipi yaradılır. O birisinin boyu uzundursa, o, yəni belə deyək ki, baxmalıdır, o irəlidə olmalıdır, elə bir anlayışı yoxdur. Differensial və ədalətlilik bizə onu nümayiş elətdirir ki, hər kəsə, yəni belə deyək ki, təlimdən eyni səviyyədə yararlanmaq imkanı versin. Daha sonra müəllimlər, differensial təlimin bir sıra üstünlükləri vardı. Nədir bu? Tədqiqatlar göstərir ki, differensial təlim özü yüksək qabiliyyətli şagirdlərlə yanaşı əlilliyi olan şagirdlər üçün də effektivdir. Bax, bunları yadda saxlayın. Birinci nədir? Differensial təlim yüksək qabiliyyətli uşaqlarla yanaşı əlilliyi olan şagirdlər üçün də effektivdir. Sonra müəllimlər,
müəllimlər şagirdlərə materialı necə öyrənə biləcəklərinə dair daha çox seçim verdikdə, onlar öz öyrənmələrində daha çox məsuliyyət daşıyırlar. Bax görürsüz, bax bu hissədə nə idi? Uşağa ancaq seçim verdi. Deməli seçim verdikdə uşağa, bu zaman uşaq artıq daha çox məsuliyyət daşıyacaq. Daha çox, yəni vacib hiss eləyəcək də, yəni biləcək ki, müəllim artıq onun biliyini nəzərə alır. Müəllim artıq onun sinifdə var olduğunu görür və ona görə də o proses üçün məsuliyyət daşıyır və yaxından iştirak etməyə səy göstərəcək. Sonra müəllim öyrənmə prosesini şagirdlərin təlim ehtiyaclarına görə təşkil etdiyindən siniflərdə daha az nizam-intisab problemlərinin olduğunu müşahidə edəcək. Deməli biz uşaqları, məsələn tutalım dərsi qurarkən həm kinestetika, həm oxuyub yazanı, həm görməsinə, həm dinləməsinə görə fərqlənən uşaqları, müxtəlif təlim ehtiyaclarına görə fərqlənən uşaqları hər birini nəzərə aldığımıza görə sinifdə uşaqların elə bir tələbatları ödənilir. Yəni uşaqlar daha, yəni ingilis dilində desə help me demirlər də. Yəni ki, mən burdayam demirlər, mənə kömək etməlisən demirlər və görür ki, müəllim onu görür. Müəllimin uşağı tələbatına görə dərsin qurması, müəllimin səssiz şəkildə uşağa mesaj ötürməlisidir ki, mən səni görürəm burada. Sən mənim üçün çox önəmlisən. Sənin cavabın mənim üçün çox önəmlidir. Tipli mesaj ötürür və nəticə etibarilə davranış problemi olma problemini daha da azaldır. Amma biz ancaq öz istəklərimizi ön plana atsaq bir müəllim kimi, uşaqların istəyini nəzərə alınmasa burada nə olar? Biz uşaqlarla sərhədləri nə edirik? Uşaqların sərhədlərini tapdalamış oluruq. Axı biz onu da unuduruq ki, biz sabaha bir şəxsiyyət yetişdiririk. Onları dinləməliyik, onların fikirlərinə hörmətlə yanaşmalıyıq. Dərs axı onlar üçündür. Onlar da bizim bərabər hüquqlu tərəfdaşımızdır, subyektimizdir. Daha sonra müəllimlər differensiallaşmanı eyni zamanda scaffoldinglə müqayisə edirlər. Effektiv differensiallaşdırma tədris proqramı şagirdlərdə yaxın inkişaf zonası daxilində onların təlim ehtiyaclarına cavab verməlidir. Yəni smart texnologiyası yenə də burada özünü göstərir. Nə deməkdir? Spesifik olmalıdır. Uşaqlar üçün spesifik olmalıdır. Uşaqlar onun təlim nəticələrini, təlimi başa düşmədilər. Ölçülə bilən olmalıdır. Şagirdlər yəni qiymətləndirilə bilən olmalıdır. Yəni ümumi olmamalıdır. Şagirdlərin konkret belə deyək ki, ehtiyacı olan tərəflərə yönəlməlidir. Əldə edilə bilən olmalıdır. Yəni şagirdlər mövcud səviyyəsinə görə, yəni çətin olmalı, amma şagird onu araşdırdıqda tapa bilməlidir. Və real imkan nəzərə alınmalıdır. Sinifdə əgər kompüter varsa, kompüterdə araşdırma ola bilər. Yoxdursa, əldə olan imkanlarla davam edilə bilər və zamana əsaslanmalıdır və şagirdlərdə formalaşdırmalıdır ki, bir işi yerinə yetirən zaman biz mütləq şəkildə zamanı nəzərə almalıyıq. Müəllimlər, burada qeyd olunur ki, ümumi təlim strategiyası kimi differensiallaşma scaffoldingə oxşuyur. Amma scaffolding bütöv fəaliyyəti, scaffolding differensialdan daha geniş anlayışdır. Differensial bir dərsi əhatə edir və burada müəllimin yanaşmasıdır. Scaffolding isə bütöv fəaliyyəti əhatə edir müəllimlər. Bütün təlim fəaliyyətini əhatə edir. İndi gəlin buna daha yaxından diqqət edək. Bax, burada deyir ki, hər ikisi həm differensial yanaşma, həm də scaffoldingə oxşuyurlar. Məqsəd müxtəlif şagirdin eyni təlim nəticəsinə çatmasına nail olmaqda, yəni şagirdlərin olduğu yerdən olmalı olduğu hədəfə, yerə doğru aparmasıdır. Amma deyir, bunlar arasında fərqlər var. Differensial yanaşma dərs prosesində belə qeyd eləyək ki, tətbiq olunur. Dərs prosesini bir dərs əhatə edir, 1:45 dəqiqəni əhatə edir müəllimlər. Amma scaffolding isə bütünlükdə tədris yanaşmasına əhatə edir. Yəni müəllimin tədrisə yanaşmasıdır. Yəni müəllim belə qeyd eləyək ki, scaffolding olaraq həm 5-ci sinif, həm 6-cı sinif dərs dediyi bütün siniflərə eyni cür yanaşır. Amma differensial isə bir dərs əhatə edir. Bu dərs bitdi, o differensial bitdi, növbəti differensial başladı. Bax, bu şəkildə davam edir. İndi müəllimlər scaffolding kimi müəllim hansı fəaliyyəti? Məlumatı hissələrə bölür. Sonra çətindən doğruya, asandan çətinə doğru gedir. Əvvəlki biliklə yeni bilik arasında əlaqə yaradır, zəncir qurur və bu şəkildə scaffolding yaranır. Amma differensiallaşmanı fasiltasiyasız da həyata keçirmək olur. Differensiallaşmanı fasiltasiyasız necə həyata keçirmək olar? Uşaq müəllimlə yanaşı, eyni zamanda daha təcrübəli birisi. Məsələn, tutalım cütlərlə iş zamanı uşaq yanında məsələn daha təcrübəli sinif yoldaşından da öyrənə bilər. Deməli, fasiltasiya burada təkcə fasiltasiya müəllim yox, eyni zamanda şagird özü də ola bilər. Yəni üzr istəyirəm, fasiltator müəllimdir. Amma differensiallaşmanı fasiltator olmadan da təmin etmək olar. Yəni şagird özündən daha təcrübəli sinif yoldaşından da öyrənə bilər və bu halda da differensiallaşma təmin olunmuş olar. Differensiallaşmanı təmin edən ancaq müəllimdir fikrini qəbul etmirik. Burada şagirdin özündən təcrübəli sinif yoldaşı da ola bilər. Amma scaffoldingi təmin edən müəllimdir, tədris mühitində müəllimdir. Müəllimlər. Daha sonra başqa nə vurğuluyurduq? Differensial belə deyək də,
Qeyd edici differensial yanaşma skaffoldinqin içərisində yer alır müəllimlər. Skaffoldinqin içərisində. Biz qeyd etdik ki, differensial bu dərsdə differensial qurtardı. Növbəti differensial müəllimin metodikasıdır müəllimlər. Müəllimin metodikasıdır. Tədrisə yanaşmasıdır. Differensial təlimi isə təlim bir dərs əhatə edir. Baxın müəllimlər, 2 dənə anlayış deyirəm sizə. Təlim bir də təhsil. Hansı geniş anlayış olar? Təbii ki, təhsil. Təhsil daha genişdir, amma təlim isə bir dərs əhatə edir və uzaqbaşı deyək ki, bir həftəlik bir dərs əhatə edir. Məsələn, təlimlər keçirirlər, 3 aylıq təlimlər keçirirlər. Bu təhsil deyil ki, təlimdir. Təlim keçirlər, müəllim hansı bilik bacarığa yiyələnmiş olur. Amma təhsil isə təhsil nəyin sonunda verilir? Bir neçə təlimin sonunda müəllimə və yaxud da şagirdə verilə biləcək bir sənəddir. Bu olur təhsilli. Aydın olur. Təlim daha kiçik, təhsil isə daha geniş anlayışda. Differensial təlim skaffoldinqin içində yer alır. Çünki skaffoldinq müəllimin tədrisə yanaşmasını, metodikasını əks etdirmiş olur dəyərli müəllimlər.